Salam, elektron jurnalda əvəz olunan dərsləri qeyd etmək üçün, bunun üçün biz əvvəlcə deməli müəllimlər olan bölməyə gəlirik. Bunu yalnız məktəbin rəhbəri və imtiyazı olan şəxs edə bilər. Müəllimlər bölməsində həmin müəllimin adını axtarırıq. Qarşısında əvəz et düyməsi var, vururuq və gəlirik. Burada əvəz olunan dərslərin siyahısını görürsünüz. Burada əvəzlənməyib yazılıb. Qarşısındakı işarəni vurduqda həmin fən müəllimlərindən uyğun olan kimsə varsa onu seçirik. Əgər uyğun olmayan görünəcəksə, digər fən müəllimlərindən seçirik. Və uyğunu seçirik, əvəz et vururuq. Mütləq aşağıda əvəz et düyməsini vurmaq lazımdır ki, bu təsdiqlənsin. Burada sizə göstərir. Əvəz olunan dərslər əvəzləndikdən sonra, məsəl üçün növbətini əvəz eləyib. Burada baxın, uyğun müəllim tapılmadığına görə həmin dərs boş qalmır. Hansı müəllimləri o sinfə təhkim eləmişiksə həmin saatda. Yaxşı olar ki, riyaziyyat müəllimidirsə, biraz uyğun müəllim. Əgər həmin müəllimin vaxtı yoxdursa və alınmırsa, digər fən müəllimlərindən, tutaq ki, mən bura fizika müəllimi, əvəz et vurub, əvəz et düyməsini vururam, artıq həmin şəxsə yerləşir. Bəs bundan sonra müəllimin səhifəsi necə olur? Gəlirik həmin əvəz olunan müəllimin səhifəsinə. Müəllimin dərs cədvəli bölməsinə baxanda, dərs cədvəlində hansı vaxtlar ki, boşdur, yəni müəllimin boş pəncərə olan gün saatı var, həmin saata cədvəl yerləşir. Müəllim baxın, burada cədvəlin kənarında yaşıl rəngdə qeyd olunur. Müəllim onun üzərində vurduqda həmin sinfin şagirdlərinin siyahısı və hansı tarixdən yazacaqsa o tarix görünür. Müəllim buradan daxil olub, həmin hissədə keçdiyi mövzunu və sair nələr haqqında varsa o məsələləri buradan qeyd eləyir. Yəni, əvəz olunan dərslər bu qaydada tənzimlənir. Eyni zamanda məktəbin səhifəsində isə əvəz etmələr bölməsində belə bir hissə açılır ki, baxın burada gözləmədə, əgər həmin müəllimin dərsləri yazılıbsa gözləmədən çıxır. Mütləq digər müəllimə yazdığınız, əvəz yazdığınız müəllim daxil olub o jurnalda müəyyən qeydlər aparmalıdır.